Değerli izleyiciler, bir daha akşamınız hayır olsun diyoruz. Kahramanlar Diyarı Biləsuvar'dan bütün bizi izleyenlere ve Azerbaycan'ın bütün bölgesine ve dünyanın her yerine salam olsun diyoruz. Mübariz İbrahimov bölgesinden. Neyinki mübariz? Mübarizin simasında bütün kahramanlar, bütün şehitler başımızın tacı, karşısında baş eğirik. Allah şehitlerimizi rahmet eylesin. Bu cür rahat, serbest, azad. Kimlere göre? Şehitler, gazi, veteran ve üçreyli bayrak altta elde silah bizi koruyan əsgərindən zabitinə kimi. Bax 3-4 gün ərzində bu gün Azərbaycanın belə deyim bütün bölgələrindən dəstək olaraq Qəhrəmanlar Diyarı Biləsuvarın Mübariz İbrahimov küçəsində bizim Rafiq qardaşımıza börək dəyişilməsi və sidik kisəsi də əməliyyatı olması üçün qardaş ölkə Türkiyə əməliyyatı üçün 50.000 manat pula ehtiyac vardı. Bugün xalqımız bir olaraq o üçreyli bayraq altında necə bir olub torpağımızı azad etdilər. Bugün də bir olaraq xəstəmizə dəstək olurlar. Və bugün belə deyək 4 gün ərzində 5.000, 900, 3.000, 8.000 elə 9.000'ə yaxın bizim canlımızda pul yığılıb bu qardaşa 3-4 gün ərzində və 22.000 də atasının kartına gəlib. Hal-hazırda 19.084 manat məbləğ qalıb. Bax bu məbləğ qardaşımıza təhvil veririk. İnşallah sabah saat 7 tamamda Vüsal Mustafayev adına olan canlıda 19.084 manatı tamamlayacaq. Xalqın köməyi ilə, Allahın köməyi ilə. Və bir daha başta qazilərimiz olmaqla bütün xəstələrimizə Allah şəfa versin. Rafiq və xalqımız adından, millətimiz adından şəhid valideynləri, qazilər hamısı sənə dəstəkdir. Onların adından Allah sənə şəfa versin deyirik. Allah sənə can sağlığı versin. Bax, bugün Mətləb, Pərvez, Ramin, Haqqılı hamısı qoşularaq və Cabir ağamız bugün hamı bir olaraq, Zamin özü buradadır da adını çəkmirəm, cəm olaraq sənin yanında yox. Bax, bugün də Raminin bir sözü var, gözəl bir söz işlətdi. Hər bölgədə necə dəstəkçi olan var. Biz haqqın yanındayıq. Biz xəstənin imkansız pulunu yemirik. Ömür boyu da yemirik. Xəstədən imkansızdan istifadə edərək özümüzə maşın almırıq. Nəsə özümüzə bir iş görmürük. Biz şərəfsizlik etmirik. Biz Allaha xatir və onun belə deyim, mükafatını Allah'tan istəyərək xəstələrin yanında oluruq. Bir gəncin yaşaması məhz biz Azərbaycan xalqının üzərinə düşür. Bunun gələcəyi məhz bizim dəstəyimizdən asılıdır və realda görünür ki, əlindəki tutduğu vəsait biz Azərbaycan xalqının dəstəyi ilə yığılan həmin vəsaitdir. İnşallah həmin vəsait 50.000 manat tam yığılar və Rafiq qardaşımız da sağlamlığına qovuşar. Bütün Azərbaycan xalqının qarşısında baş əyirəm, təşəkkür edirəm. Həm maddi, həm mənəvi dəstək olanların təşəkkürünü ifadə edirəm. Çox sağ olun, minnətdarım. Hamıdan sabah xahiş edirəm, 7 tamamda bir olun. Bu kimin qarşısına çıxsa bəyənsin. Nəinki Biləsuvar, Azərbaycanın hər bölgəsini özümü tutub deyirəm, sabah 19.084 manatı tamamlayaq onu. Valla böyük bir məbləğdir. Ancaq 19.000 insan girib hərə bir manat atsa, o bir necə 44 Zami, ağam, cəddü eyləm. Heç bir dünyada görünməyib ha. 30 il işğal altında olan torbağı 44 gün azad eləsə. İndi heç yerdə də görülməyib. 19.084 manatı bir günə bağlayırsan. Məhz o 44 günlük vətən müharibəsinin də qazanılmasında bizim şücaət göstərmiş qəhrəman igid və oğullarımıza borcluyuq. Onlar şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə can sağlığı arzu edirik. Bundan da görünür ki, Azərbaycan xalqı həmrəylik, birlik nümayiş etdirəndə dağı yerindən oynadar. Əlbəttə. Çox xahiş edirəm, dəstək olarım, bu Rafiq qardaşımız tezliklə sağlamlığına qovuşsun. Zami, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, hərbçilərin qarşısında baş Hamımız əyirik. baş əyirik. Qarabağ Azərbaycan. Azərbaycandır. Yaşasın Azərbaycanımız.